Salam dostlar. Ayvazoğlu TV efirde sizinle ben Şahiyettin Erkan Mayloğlu. Hoş gördüğünüzde siz ne var ne yok. Beğenin, paylaşın, abone olun ki sayımız artsın ve söhbete başlayalım dostlar. Bugün neden danışacağız? Bugün danosbazlıktan danışacağız. Xəyanətdən, yani bütün her gün olduğu kimi, yani İlham Əliyev, Heydər Əliyev və onların bandası olan yerdə artıq nədən danışmaq olar? Şərəfsizlikdən, xəyanətdən, terrordan və bu kimi şeylərdən başqa yaxşı heç nədən danışmaq mümkün deyil dostlar. Təsəvvür edin. Və ən dəhşətlisi də nədir ki, Heydər Əliyevin, baxın, Azərbaycanda Heydər Əliyevin cinayətkar olması aksiomadır. Yani bunu sübut etmeye ihtiyaç yoktur. Yine de bizim bazı insanlar, bazı fahişeler, bazı düdükler ondan ümummilli lider düzeltmek istiyorlar. Bu arada İlham Əliyevin bir çıkışı var idi. Bilmirəm yadınızdadır mı? Görüm. Hainlər, Azərbaycan millətinin düşmənləri danos yazır. İndikilər də yazır. O vaxt Politbüroya yazırdılar. Bunlar ise Qərb ölkələrində danos yazır. İndiki o milli satqınlar dediğim o cinayətkar ünsür dəstəsi o vaxtın danos yazanlardan fərqlənmir. Ve ne kadar ki Azerbaycan'da Heydər Əliyev var, Azerbaycan'ın müstakilliği de var. Ama Heydər Əliyev de çok olacak, bak değil mi? Yani bakın, fakt Heydər Əliyev öz diliyle deyir. Yani bunun artık o hakimiyyətdədir. Yani dəxli yoktur. Konstitusiya, yani prezidentin 2 dəfədən artıq seçilməsi sana bunlar boş şeylerdir. Artıq bu gəlib hakimiyyətdədir və indən sonra da getmək məsələsini yaşayıb, ümumiyyətlə yadınızdan çıxardım. Allah'a qurban olun. Allah kömək eləməsə, yəqin ki, indi Heydər Əliyev sağ qalmış olsaydı, yəqin hakimiyyətdə o idi və İlham Əliyev də bir neçə dəfə dəqiq terror eləmək istəyirdi ki, bu uğraş görən nə vaxt olacaq ki, mən prezident olacağım. Təsəvvür edeyim. Və danosbazlıq dostlar. Mən bunu niyə göstərdim ki, bəs bu İlham Əliyevin o vaxtı deyir, Politbüroya yazırdılar. İndi də məhz Avropaya yazırlar. Məsələ burasındadır ki, İlham Əliyev və onun ətrafında olan adamlar bugün də təsəvvür edin. Yəni xəyanət, satqınlıq, şərəfsizlik bugün də davam edir və Azərbaycanı bunlar bugün də satırlar, dünən də satıblar, bugün də satırlar, yəqin ki, sabah da satacaqlar. Ona görə ki, bunlar satmasa hakimiyyətdə ola bilməzlər. Yəni o nöqteyi nəzərdən bizim dostlardan biri Çingiz qardaşımız mənə dünən bir video atmışdı ki, bəs Şahiyettin bəy, bunlar nə qədər şərəfsiz, nə qədər ləyaqətsiz adamlardır. Düzünü deyim ki, bu dostumuz bəzən mənə o qədər videolar göndərir ki, mən heç çatdıra bilmirəm onları sizə göstərməyə. Və bu Nigar adında, Nigar İbrahimova adında bir qızdır. Yəni bir, vallahi bilmirəm, yəni insan qadındır. Qadına nə deyəsən, mən sadəcə olaraq bunu bu şeylərə məcbur eləyən, yəni Səidə Bəkir qızını məcbur eləyən nədirsə, deyir ki, mən deyək ki, prezidentinə aşıq olan filan, yəni Səidə Bəkir qızını buna məcbur eləməyə məcbur eləyən nədir? Ümumiyyətlə, İlham Əliyev kimi dəyyusa aşıq olmaq olar mı? Yəni, və yaxud da Xatirə Sərdar qızı, o bu 4-cü media forumda gəlib Şuşada ağzına gələn danışan. Hələ gözəl qızları var, onları da gətirib orada reklam edirik ki, bu da mənim qızlarım. Özüm də Qarabağlıyam. Murtuz Ələsgərov televizorda o məclisin sədri olanda deyirdi ki, Azərbaycanın dünyanın ən yaxşı qanunlarını qəbulləmiş, daha nə istəyirsiniz? Və onlar da, həmin o qanunlar da nəfs şəklində gözəl çap olunur, kitabça şəklində. Deyək ki, bu şeydə, TUSUMun yanında, Mərkəzi Univermağın yanındakı kitab mağazasında hər cürəsindən satırlar. Baxırsan, öz qabığına, aflana, farmiliyasına baxırsan, adama ləzzət edir. Amma
Digər gör o qanunların biri, yəni xalq üçün, millət üçün lazım olan o qanunların biri işləyirmi? Və bugün deyək ki, məsələn, İlham Əliyevin məsələn o şey deməsində, bu təbii məsələdir ki, bu Şuşada o hansısa tədbirdə İlham Əliyev müsahibə verdiyi vaxt demişdi o şeyləri. İndi də danos yazırlar. Təsəvvür edin. Yəni, deməli, Heydər Əliyev Sovetlərin vaxtında da şərəfsizlik edib və bugün də həmin o şərəfsizliyi edir və ona görə də Azərbaycan xalqı, Azərbaycan milləti görünə gündədir ki, öz ölkəsində, əzizlərim, öz ölkəsində şikayət eləməyə yer tapmır, bilmir, neynəsin? Axırda üzünü Ərdoğana tutur və yaxud da deyək ki, Avropa ölkələrinə məktub yazır. Hətta Köçəryana da, deyək ki, yadınızdadırsa, bugün Paşinyana da, bu günlərdə mən sizə göstərmişdim o neydi? Gülnarə idi, neydi o xanımın adı? Təsəvvür edin, 5 yaşlı qızı ilə keçmişdi ermənilər tərəfə və yəqin ki, bu aydın məsələdir. Yəni, ora keçir ki, oradan 3-cü ölkəyə keçsin, bir keçsin orada, yəni Azərbaycanla qalmaq istəmir. Başqa variantı da yoxdur, ona görə də Ermənistana köçüb və onu da təzdən geri qaytarırlar. Geri qaytarıb, yenə həmən məsələ, heç də dəyişməyib. Yəni, indi geri qaytarıb söz verirlər, tutulmayacaq falan, gətiriblər, yenə də buraxırlar küçələrə, 5 yaşlı uşaqla qalıb küçələrdə. İşte adam soruşan da yoxdur, şərəfsiz. Sən əgər bunu sən gəlib ki, yenə həmin ki, əvvəlki kimi baxmayacaqsansa, şərait yaratmayacaqsansa, bunu niyə qaytarırsın Ermənistandan? Qoy, göndərsinlər 3-cü ölkəyə geçsin, 5 yaşlı uşağı yaşasın da. Sana mane olan nədir? Yəni, o nöqteyi nəzərdən deyirəm ki, yəni bu baxın, İlham Əliyev baxır. Yəni, Bakının yüksək nöqtəsindən baxır ətrafına, fikirləşir ki, ömür gedir, gün gedir, bu boyda sərvət, bu boyda dövlət əldən çıxıb gedəcək. Və güya ki, Mehribanla sevişirlər, baxın. Baxın, oynayırlar, artistlik edirlər. Sadəcə olaraq, baxın, bu dəhşətdir, bu bilirsiniz nədir? Bu sadəcə olaraq bizim xalqımızın faciəsidir, dostlar. 2 dənə dibil təsəvvür edin. Mehriban, mən sizə deyim, Mehriban Əliyeva, dostlar, yəni İlham Əliyevdən də gerizəkalıdır. Və onun içində dəhşətli, vəhşi bir, deyək ki, heyvan oturur. İndi bunun adını canavar qoy, nə qoyursan qoy, yəni bunda içəridə o qədər, yəni bu xalqa, bu millətə o qədər nifrət var ki, yəni bu miqyasa gəlməz, ölçüyə gəlməz. Yəni İlham Əliyevdən qat-qat təhlükəli bir adamdır.